Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Ümid edirəm işləriniz qaydasındadır. İşlər qaydasında olmayıb, iş axtaranlar və bunun üçün qardaş Türkiyədə işləmək istəyənlər üçün maraqlı bir məlumatım var. Artıq türk soylular, Türkiyə vətəndaşı kimi həmin ölkədə işləyə biləcək. Bu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın türk əsli şəxslərin Türkiyədə statusu haqqında imzaladığı yeni sərəncamla mümkün olub. Söz gedən tarixi sərəncama əsasən türk soylu əcnəbilər, yəni Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızstan, Özbəkistan vətəndaşları, Şərqi Türkistan, Axıska, Krım, Qaqauz kimi icmalardan olan şəxslər Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər. Onlar həm dövlət, həm də özəl müəssisələrdə asanlıqla işləyə biləcək. Bu qərar türk soylular üçün iş icazəsi prosedurlarında böyük asanlıq yaradır. Çünki sərəncamla türk soylular əcnəbi sayılmayacaq, öz vətənlərindəymiş kimi yaşayıb və işləyə biləcəklər. Bəs siz, əziz izləyicilər, bu tarixi qərarı necə dəyərləndirirsiniz? Şərhlərdə bu barədə fikirlərinizi bölüşə bilərsiniz.